səbətə, qarmaqdan 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 səbətə. Qarmaqdan səbətə. Değerli dostlar, evvela sabahınız xeyir olsun. İnşallah yolumuz dənizə giriyor. Bu yönləri bütün Neftalan, bütün kanalların gəzmişik. Xırda xəbərlərini, nə bilim, boğula belə xırda, çox gözəl, çox gül bağı değmir, zəif deyil. Yani indi gedirik dənizə inşallah, gedək dənizdə gözəl bir yer var orada. İnşallah orada hər halda bir çəkilər, yaxşı yiğit boğula, yaxşı çəkilər olur. Tutar olacaq orada, yaxşı maraqlı videolar olacaq. Çəkib sizə göndərəcək. İndi isə yolumuz var. Allah hamı balığın versin, biz olan çıxır. Amin. Amin. Su azıydı. Külək qutusundan mıydı? Bence bak. Ne boyda balığı? Bakı boyda balığı var. Hele bir Texas diyor. Def kimi üzümümüz de var. Üzümle de yoxlayacaq. Pomidorla da yoxlayacaq. Bu günləri nə ilə gəldi yoxlayacaq. Bu arada deməli dünənləri balığa gedəndə dedim belki pomidorla balık tutabilirim. Pomidoru taktım, bir tane balaca ləfi tuttum. O da bıraktım attım suya. Sen demə pomidora da gelir. Bu da maraqlı olacaq. Mənə görə maraqlı olacaq. Mən də balıq tutacağım İnşallah. Dostlar geldi çatdıq inşallah dənizə. Burada saxlayırsan. Atrama dənizəsi. Buyur, getdik dənizə. 300 metr qabağa gedər. Xəbərim yoxdur. Bu maşında gəmi kimi baxdım. Allah Allah. Dostlar geldik denize, həmin yerə çatmışıq. Ama çok küləklidir, hava küləkli, dalga da möhkəmdir. Ama bu dalgaya baxmayaraq biz yenə qırmaqlara atacağıq. Çünkü ümid var ki inşallah dəyər. Yani deniz de Allah'ın deryasıdır. Allah inşallah balığı getirir. Görək indi atacaq, görək nə olacaq.
Ama hava hem serindi hem küləklidir, dalga da böyüdü. Olsun da olsun. Görən ne olacak? Kırmızı ak. Qarmaqdan səbətə, 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 qarmaqdan səbətə. səbətə, qarmaqdan səbətə.
Değerli dostlar, krivetka yığırdım. Krivetka bu dondan süzdüğüm zaman 3 tane nedir bu? Silotka ya zalon düştü, yani onlar yeməli balıqdır, qəşəngdir. Sonra krivetka da düştü. İndi çox yəni yaxşı oldu ki tutmaları inşallah krivetka tutmağı çəkə də gəlir inşallah. Qırmağa atacağım. Raskıları çəkib tutaram inşallah. Hələ ki yaxşıdır, yaxşı pis getmir, yaxşıdır, bu qədər. İndi görə nə olacaq? Demək balıqlar ama bunlar deyil, bunlar. Hətta bombalar da düşüb, sülöfkalar var. Buradadılar. Burada hamısı buradadılar. Bir laf güzelidir. Sülöfkalar da burada. Maşallah güzel, geçək. İnşallah tamam ölür.
Dostlar indi Krivetki Aktu hele ki yoxlama dəqiqədə bilinəcək. İstəyirəm bu daşdığım qıraqlarından daşdığım qıraq elə sonrasından paplı o qazan görüm. Orada nədə geçer? Şimdi oğlan da geldiyse bir şey de geldi. İnşallah gören ne olacak? Bakacağım yoxlayacağım. Bəli əziz dostlar, qırmağımın biri qırıldı, 2 dənə getdi, bir dənə quruluşu, keyfimizi pozmuruq, indi hal-hazırda başlayırıq, keçmişi papripoka atacaq inşallah, görək də Allah yetirsin, görək indi nə olur. Birazdan sonra dənizdə süzəcəm biraz, raçka tutmağım lazımdır, bir dənə görək indi raçka tutabilirik yoxsa yox, belə, xoş izləməklə qalın, inşallah Allah razı olsun. Deməli əziz dostlar, dənizdən tutduğum krevetkalar görürsünüz nə gözəldirlər.
Tablara baxın. Görürsünüz necə gözəldir. Dənizdən bu nə balığıdır belə? Bu nə balığıdır? Salon. Deməli, dəyərli dostlar, deməli, qırmaq atdıq dənizdə, krevetkada atdıq. Yəni, çəki yoxdur, balıq yoxdur. Çünki dalğa çox güclüdür. Dalğa güclü olsa balıqlar hamısı qaçıblar. Dərinə mi gediblər, bilmirəm, hara gediblər. Yəni, qırmağa gəlmir. Qırmağa gəlmir, olsun da, yəni, həmişə balıq tutmaq bilmərik ki. Həmişə balıq tutmaq, ola olsun, belə olsun. Yəni, çox maraqlıdır, amma dənizin qırağında qəşəng, gözəl bir yerdəyik. Yəni, İnşallah çörək yürüyük, bitkə çörək yeyək. Gəl də indi ümidsizlik qalmaqda görə indi tuta bilər bir yerdə, balıq gəlir, gəlsə gələr, Allah'a verməklədir. Gəlməsə belə olsun da, nə olacaq, olsun da, dəyməsin. Görəsən nə olacaq. Biz zaten bu təbiətin boyundan həm istirahət etməyə gəlir, həm də bu gözəl, Allah'ın verdiği bu gözəlliyi var, ama gözəllikdə bunları seyr eləmək, buranın havasını almaq niyə sən də gəlir. Yəni, balıq tutmaq üçün çox da ehtiyac yoxdur. Amma çox gözəldir, çox qəşəngdir, çox ləzzətlidir bizə, çox maraqlıdır. İnşallah nə olsa çəkib yenə göstərəcəksin. Ve değerli dostlar, kiçik vaxtlarımızda balıqla məşğulam. Mən bilirdim belə ləpədə, belə dalğada balıq dəymir. Dəyər, yəni retkallarda dəyər. Təsadüf ola bilər, amma bilirdim o. Zaten tasdik gəldi ki, biraz həm hava alaq, həm istirahət elə, həm də bu dənizin havası. Yəni özümüz maraqlı, günümüz yaxşı keçindən gəldik. İndi qırmağa dəymədi, amma donca ilə krevetka tutduq, sonra yəni kilkə dediyimiz kilkə balıqlar tutduq. İndi isə yığışmaq zorunda. Yığışdıraq indi, qırmaqlar yığırıq. Zaten yığmışam. İndi də kanal var, kanala gedirik. Orada görək indi, orada su sakitlik görə net tozurdu. Yəni dənizdə bu qədər olsa, yəni çox maraqlı oldu. Yenə də deyirəm ki, yəni bilirdim burada balıq dəyməyəcək. Çünki bu dalğada balıq olmur. Olsa da təsadüf olur, yəni olası olsun. Deməli, krevetka tutuq, yenə krevetka tutuq. Yezinə maşallah ot eləyir. Görək indi yığışdırırıq. Yığışdıraq, gedək kanala, görək kanaldan nə tutacaq. Nə çəkəcəksə inşallah göstərəcək dostlar. Oldu, sağ olun, salamat qalın. Allah hamımızdan razı olsun, kömək olsun hamımıza. Sağ olun. Değerli kardeşler, çok sevinirəm. Neye göre? Çünkü demək olar 1 kiloya yaxın krevetka yığmışıq. Biz krevetka çok xoş deyirik bu arada. Yəni qaynadıb sveç yeməyi çox xoş deyirik. Ona göre yəni əla krevetkalar çıxıb. Getmək istəyirlər. Məndən olsa mən yenə də girərəm, yenə də yığaram. Yəni bundan sonra 1 kiloda yığa bilərəm. Amma bunlar getmək istəyirlər. Ona göre qaldı. 1 kilo məncə kifayət edir. İzləmədə qalın, çox sağ olun, minnətdaram. Bizi izləyirsiniz.
gözəl formada dəstək olursunuz. Həqiqətən bizim üçün çox xoşdur. İnşallah bundan sonra daha da gözəl videolara istəyirik Lerikə gedək çaya. Çayda qəşəng çay balığı tutaq. Sonra Astaraya gedək. Sonra Şirvana gedək. Sabirabada gedək. Bütün bizim Azərbaycanın ən nə gözəl bölgələri varsa balıq tutmağa uyğun olan bölgələr hamısına gedib inşallah balıq tutmaq istəyirik. Gələcək zamanlarda izləmədə qalın bizi. Abunə olun və bəyənməyi unutmayın. Ama bunların hamısı bir reysə yoxdur. 5-6 reysə olur. Ama 2 ada olsun, yani zəhmətimizin qarşılığı çıxdı orada. Şimdi inşallah belki bunları pişirəcək, taptazə yiyəcək inşallah. Sizin bizi izləmədə qalın. Birazdan sonra kanala gedirik, kanalda balıq tutacaq. Oradan da sizə gözəl videolar çəkib çıxaracaq inşallah. Değerli dostlar, deməli dənizdən çıxdıq, gəldik. Dənizin qırağında burada bir kanal var. İndi o kanalda qırma atacaq. Görək burada nə balığı deyəcək. Herhalde yoxlayacaq görək nə var, nə yox burada. Oraya gidelim. Sen de burada bir saxla, bir ördək alsın. Saxla burada bir yerine. Aa, ördeğe bak he. Deməli bir gəldik də dostlar bura. İndi yoxlayacaq görə burada nə tutacaq. Dostlar, gözəl yağış yağır. Hava qəşəng yağış yağır. Adama ləzzət edir. Sərindir, hava buludludur. Çox gözəl hava var. Yandan da yağış yağdı. Çox həddən artıq adama ləzzət edir. Çox gözəldir. İndi inşallah qırma da atacaq, görək nə olacaq. Balıq tutar o yenə. Qarmaqdan səbətə, 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 qarmaqdan səbətə. Dostlar getdim, irəlidə atdım. Bir də şaymay tutdum belə, şamayka. Amma gəl burada zəif də girəm, bir də ləpiş balası da yiyir, sonra bir də şaymay tutdum. Xırda balıq çoxdur, xırda balıq çoxdur. Yəni ki, girincirlər, yemləri yiyir. Yemləri yiyinə görə yəni burada qırma atmağa dəyməz. Mən dəyərli dostlar, ən son olaraq da qayıdırıq geri, evə gedirik. Videolarımızı sona kadar izlemenize minnettarım. Hamımıza Allah kömək olsun, sağ olun. Görüşene kimi. Deməli qardaşlar, krevetkamız hazır. Qəşəng duzlu suda pişirdik. Labloris, qara istiot, duz. Bir dənə də mixək atdım. Ümid edirəm inşallah dadı yaxşı olar. İndi bizə yeyəcəyimiz olsun. Yediyimiz yeri göstərmirəm. Yəni dedim bir də belə göstərim sizə. Sağ olun, çox sağ olun. Yenə də bizi izləmədə qalın.